Öncelikle selamun aleyküm. Bu videonun çəkilmə məqsədi diskretli matematika fənnində mövcud olan rekursivli algoritma qurmaq məsələsini və matematik induktiv metodundan bu algoritmi sübut eləmək məsələsini çalışmaqdır, çalışaraq anlamaqdır. Əsasən Zoom-da çəkmək istəyirdim, Zoom-da çalışmaq istəyirdim. Bunu ancaq Zoom-da, yəni mouse-la yazıldığı üçün misallar vaxt çox gedir. Onca belə eləməyə qərar aldım və ümid edirəm ki, yəni video keyfiyyətli olacaq. Mən çalışacağam keyfiyyətli olsun video. Yəni burada sadəcə əlimdə bir telefon tutub çəkirəm. Heç səhvi olmayacaq deyinmərəm. Yəni ola bilər harasa səhv buraxam və yaxud ola bilər əksik məlumat verəm, amma ümid edirəm ki, burada yazı çalışacağımız hər şey Allahın izni ilə doğrudur. İndi əgər bir misalda, yəni əsasən bu Şuayridur Dezadda düşmüşdü. Yəni Şuayridur əsas olaraq danışıb. 5-ci misalda 5-dəmi yoxsa 6-damı? Xatırladığım qədərilə 5-də düşmüşdü. Yəni misalda əgər rekursiv algoritma qur deyirsə, zaten misal belə verilir. Sadəcə belə. İntihası imtahanda ilk 3 addımı da verə bilir. Yəni ilk 3 addım. Məsələn burada ilk 1 addım verilir. Orada məsələn n kvadrat bölünsün 1 plus 1, toplansın n kvadrat bölünsün 1 plus 2, sonra 1 plus 3 belə yazılır. Biz burada ilk 1 addım yazacağıq sadəcə. Yəni bunun bir fərqi yoxdur. İndi bərabərdir. Çalışana qədər verilən misalda mötərizəni xaricinə çıxartmağa bir şey tapmalıyıq. Və bu günə qədər yəni bu misalın yəni 2-3 formasını gördüm və 2-3 forma, yəni hər formasında da yəni mötərizənin xaricində bir şey çıxdı. Yəni elə bir misal düşə bilərmi ki, mötərizənin xaricində bir şey çıxmaya bilmirəm. Amma əsasən yəni bu yəni beləsilərdə çıxır. Yəni siz çalışdığınız qədər mötərizənin xaricində bir şey çıxartmaya çalışın. Elə daha asan olacaq və daha əlverişli olacaq. İndi burada biz n kvadratını xaricə çıxardacağıq. N kvadratı vurulsun, vurulanda vurulacağı kəsrlər artıq sadələşəcək. Toplansın. 1 bölünsün n toplansın. 1 bölünsün 1 toplansın n. Bu şəkildə. İndi bu nə qadar? Burada n kvadratını xaricə çıxartdıq. Yəni n kvadratını müsətçə bu mötərizənin içinə vursaq, bunu alacaq soldakını. N kvadratını xaricə çıxartdıq və burada sondakı bu 1 bölünsün 1 plus n, az öncə dediyim kimi misalın içindəki gedişatı göstərir. Yəni bu gedişat nətərdir? Artar, tam gedir, azalam gedir. Nətər artır, nətər azalır, bunu göstərir. İndi bu öncəki 1 bölünsün n nədir? Bu 1 bölünsün n yəni çox şərt deyil, amma yəni yazılsa misal sanki daha tam olur. Yəni çünki yəni zaten biz 1 bölünsün, yəni başda verilənlə bu sonda veriləni əsas alaraq biz zaten anlayırıq içindəki misalın bir-bir artdığını. Amma yəni daha yaxşı anlayaq, yəni daha göz önündə olsun deyə belə də yazır lektorlar. Bu nədir? Bu misalın gedişatını daha yaxşı anlamamıza səbəb olur. Yəni deyək ki, indi n-in yerinə 5 qoyun, 4 qoyun məsələn, yəni 1 bölünsün 5 eləyir. İndi məxrəc 1-1 artırsa 1 bölünsün 5-dən öncəki ədəd dəyər nə olacaq? 1 bölünsün 4 olacaq. Yəni bunu da düsturla göstərir. Yəni bunun məqsədi, burada olmaq məqsədi sadəcə budur, yəni 1 bölünsün 4, yəni 1 bölünsün 4, sonra 1 bölünsün 5. Gördünüzmü? Sübut elədik ki, 1-1 artır. Yəni sadəcə bunun üçündür. Məxrəclər 1-1 artır. Surətlər də artmır, 1 olaraq sabit qalır. İndi bu birinci addım idi. Yəni başda yazaq bura birinci addım. Birinci addımı yazdıq. İndi ikinci addım. İkinci addımda hər n gördüyümüz yerə -1 yazacaq. Yuxarıda hər n gördüyümüz yerə -1. Amma hası yuxarı? Yəni yuxarıda nəyə əsas alacaq onu deyim. Biz yuxarıda yəni bu soldakını yox, sağdakını əsas alacaq. Yəni fn sanki buna bərabər yox da buna bərabər imiş kimi. Yəni həzərdə ikisi deyil şeydir. Amma yəni bu açılmış formasına əsas alacaq. Yəni ilə belə bununla davam edəcək. Ona görə burada yox, burada gördüyünüz n-lərin yerinə -1 qoyun. N kvadrat, n çıxaq 1-in kvadratı vurulsun 1 toplansın 1 bölünsün n çıxaq 1 toplansın 1 bölünsün 2 toplansın yox 2 toplansın yox 2 n sadəcə n. Bəli, belə olur. 1 bölünsün n-1 toplansın 1 bölünsün n. Mötərizə bağlayırıq. Aha, bu bizim ikinci addımımız idi. İndi üçüncü addımda belə bir şey dedik. Yəni hələlik başda bunu deyim. Biz hələlik rekursiv algoritma qurmağı hələ keçməmişik.
Yəni biz məsələn rekursiv alqoritmanın təməlini oluşdururuq. Yəni qurmağa çalışırıq. Yəni sonra rekursiv alqoritma içində deyil. Rekursiv alqoritmi qurmaq üçün bizə lazım olan materialları qururuq məsələn. İndi baxın. Biz burada nə edəcəyik 3-cü addımda? Biz 3-cü addımda f(n) çıxaq 1-in f(n)dən asılı olan tərəfini tapacağıq. Yəni bu ikisinin arasındakı asıllıq nədir? İndi bunu daha yaxşı anlamaq üçün belə bir misal vermək istəyirəm. Bu f(n) çıxaq 1 var, nə? Burada f(n) çıxaq 1-i bir 10 olaraq götürün. Tamam mı? Yəni elə düşünün ki, bu 10-u təmsil edir. Bu n çıxaq 1-in kvadratını 2 olaraq düşünün. Burada gördüyünüz bu bütün bu mötərizənin içində 5 olaraq düşünün. Tamam mı? 5 olaraq. Yəni biz burada sanki nə qarmış olduq? Sanki 10 bərabərdir 2 vurulsun 5 demiş olduq. Tamam mı? 10 bərabərdir 2 vurulsun 5. İndi biz 3-cü addımda elə düşünün ki, bu 5 f(n) çıxaq 1 ilə f(n)in arasındakı asıllıqdır. Bu 5-i elə düşünün. Yəni bu 5 nə idi bu? Yəni bu saat f(n)i bura təmsil eləmirmi? f(n) çıxaq 1-i də bura təmsil eləmirmi? Bura. Bunun ikisindəki asıllıq sadəcə yəni fərqlilik bunlardır. Amma bu ikisi asıllıqdır. İkisi də eynidir bunun. Bu eyniləri də 5 olaraq tutduq. İndi biz bu 5-i alacağıq. Yəni bu 5-i almaq üçün nə edəcəyik? 10 bölünsün 2 bərabərdir 5. Yəni 10 bölünsün 2. Yəni əslində biz burada böləcəyik. Yəni sanki tərsinə çevirəcəyik. İndi tərsini nəyə çevirəcəyik? Bax burada 10-u və 2-yi təmsil eləyəni. Ona görə belə bir şey alınacaq. f(n) çıxaq 1 bölünsün n çıxaq 1-in kvadratı. N çıxaq 1-in kvadratı. Yəni bu nəyə təmsil edir? Yəni bu nəyə bərabər olacaq? Bu sanki bərabər olacaq buna. Tamam mı? Buna. Yəni elə bir asıllığını bu şəkildə tapmış olduq. İndi bunu tapdıq. İndi 3-cü addım əsasən budur. Yəni özü budur 3-cü addım. 3-cü addımda da belə bir şey oluşur əlimizdə. Belə bir şey oluşur. f(n) bərabərdir n kvadratı f(n) çıxaq 1 n çıxaq 1-in kvadratı toplansın 1 bölünsün 1 plus n. Aha. 1 plus n. Bu 1 plus n-i bura yazırıq. Yəni bu gedişatdır. Bu misalın gedişatı olduğu üçün yazdıq. N kvadratı bu n kvadratı vurulsun f(n) çıxaq 1 bölünsün n çıxaq 1-in kvadratı toplansın 1 bölünsün 1 plus n. İndi sonrasında nə qarıq? İndi biz qurduq 3-cü addım bitdi. Yəni 3 addım atdıq, nə qardıq? Parçaladıq, mötərizənin içinə çıxartdıq. N-i gördüyümüz yerlərə -1 yazdıq və sonda sanki yəni fn1-i mötərizənin içindəkinə bölərək mötərizənin içinə aldıq. Və əlimizdə belə bir düstur oluşdu. İndi rekursiv alqoritmi qurmağa başlayırıq. Rekursiv alqoritma. Aha. Rekursiv alqoritma. İndi bu alqoritma nədir? Yəni burada nə qarırıq? Burada 2 addım var. Rekursiv alqoritmada 2 addım var. Birinci addım nədir? Birinci addımda deyirik ki, əgər n bərabərdir 1-dirsə 1-in kvadratı qavopa ertis camzı. Aha. İndi burada nəyə əsas aldıq? Burada baxın belə düşünün. Bu yuxarıda n kvadrat bölünsün 1 plus n var, nə? Bax bunu əsas aldıq. Niyə bunu əsas aldıq? Yəni misalın gedişatını bu göstərir, düzdürmü? Bunu əsas aldıq və burada n-in yerinə 1 qoyaraq burada nə baş verdiyini sözlə birinci addıma yazdıq. Yəni nə baş verir burada? Burada belə bir şey baş verir, düzdürmü? N-in yerinə 1 qoyanda 1 kvadratı bölünsün, 1 toplansın 1. Onda sözlə yazdıq. Ertis kvadratı qavopa ertis camzı. Aha. İndi ikinci addımda nə qaldıq? İkinci addımda da deyirik ki, əgər bu səfər də n-i 1-dən böyük olaraq tuturuq. 1-dən böyük olaraq tutanda da bu səfər də bu misalı əsas alacaq.
bu misalı. Yəni sonda əldə etdiyimiz, üçüncü addımda əldə etdiyimiz misalı, formul, artıq misal mı deyim, formul mu deyim, bunu əsas alacaq. İndi bu səfər də burada en gördüyünüz yerlərə, birdən artıq bir dəyər, birdən böyük bir dəyər qoyanda nə baş verdiyini gənə sözlə yazacaq. Yəni burada nə baş verir? Yəni nə olur burada? Burada da belə bir şey olur. Gamoid fn çıxaq 1 şeyim Qavopa tak ertiş quadrati mivomadot ertişepardebuli ertimiumadot entan da kavamravlot en quadratı. Ola bilər hansısa bir hərf ya da söz səhv olur, onun üçün üzrlü sayın. Yəni biz burada belə bir şey və sözlər çalışan qədər bəzilərini qısaltdım. Yəni vaxt getməsin deyini. Burada eni birdən böyük tutanda nə olur? Yəni burada eni birdən böyük tutanda nə olur? Onu sözlə yazdıq. Yəni hesablayırıq. F'n bölünsün n çıxaq 1-in kvadratı toplansın. Yəni bu 1 bölünsün, yəni bax bu bölünsün 1 plus n sonra vurulsun kavamravlot n kvadratı. Aha, so. Rekursiv alqoritma bitdi. Rekursiv alqoritmayı bitirdik. 2 addımdan bitdi. Və nə qalmış olduq? Yəni son söz olaraq belə deyək, nə qalmış oldu? Biz burada n-ə 1 verəndə bunu əsas alaraq nə baş verdiyini sözlə yazdıq. N-i birdən artıq tutanda bunu əsas alaraq nə baş verdiyini sözlə yazdıq. İndi gələk sübut eləməyə. Mən sübut eləmək istəyirəm, eyni vərəqdə qalsın. Opsi vərəq atlamaq istəmirəm. Çünki burada toxunmalı olduğunuz bəzi yerlər olacaq. Matematikuri induksis metodit damdıqıçeba. Aha. Damdıqıçeba. Bu addımda da, yəni matematik induksis metodit damdıqıçeba bu üsulla da sübut eləmə zamanı, bu metodla da sübut eləmə zamanı 3 addım atırıq. Bu 3 addımın birincisi belədir ki, n-i 1-ə bərabər eləyirik. N-i 1-ə bərabər eləyəndə yenə bunu əsas aldıq. Və burada n-in yerinə 1 qoyanda, baxın, n-in yerinə 1 qoyanda nə olursa onu bura yazırıq, 1 bölünsün 2. Sonra aldığımız dəyərin bu f-nin içində, yəni bu mötərizənin içində olub-olmadığına baxırıq. Varmı? Xüsusən burada 1 bölünsün 2, bəli var, budur. Məsələn, deyək ki, 1 bölünsün 2 almadıq, 1 bölünsün 5 aldıq deyək. Var mı bunun içində? Bəli, var. Yəni bu arta getmir, məxrəc 1-1. Yəni bu bir yerdə 1 bölünsün 1 plus 4 olmayacaqmı? Olacaq. Demək var. Amma məsəl üçün deyək ki, siz aldınız 2 bölünsün, məsəl üçün 5. Yəni burada elə bir şey mümkündür, mümkündür. Niyə? Çünki surət sabitdir, 1-dir. Onda burada yazarsınız mıçdari. Və mıçdar yazırsınızsa, demək sizin alqoritmanızda problem var. Və sübut eləyəmirsiniz. Yəni burada 3 addım atacaq dediklə, bu 3 addımın 3-ü də keşmaridir, 3-ü də doğru olmalıdır. Onca bu keşmaridir. Tamam. Gələk ikinci addıma. İkinci addımda da deyirik ki, tutaq ki, n bərabərdir nəyə? N kvadratı vurulsun 1 plus 1 toplansın 1 plus n-ə aha.
Eni nəyə bərabər elədik burada? Yəni ikinci addımda eni buna bərabər eləyirik. Baxın buna. Aşımı? Bax buna. Buna bərabər elədik. O üçün yəni birinci sətirdəki nədir ona adı? Verilən efenin açılmış formasına bərabər elədik eni. Bu bizə lazım olacaq indi. İndi üçüncü addımda nə qayırıq? Üçüncü addımda da bizdən bir şey istənir, sübut istənir. Unda davamdakı çot nəyi? Deyir burada sübut elə. Nəyi sübut eləyək? Bu misalın n+1 halını sübut elə. Yəni bu səfər nə olacaq? Bu səfər də belə bir şey olacaq. Burada n gördüyümüz yerlərə +1 yazacaq. Bəzən danışanda dururam. Onun üçün də üzülür sayın. Yəni arada bir yazdığım dəftərə baxıram. Kontorda açıqdır. Yəni çaşmayın deyini, unutmayın deyini. n+1, yəni burada gənə bu misalı əsas aldıq 3-cü addımda. Bu misalı əsas alıb n gördüyümüz yerləri +1 qoyaraq yazırıq 3-cü addıma. Tamam mı? n+1'in kvadratı vurulsun 1 bölünsün 1 toplansın 1 bölünsün 1 toplansın n 1 bölünsün 2 toplansın n. Aha, ümid edirəm ki, burada anlaşılmayan bir şey qalmadı. İndi bu sübutumuzun şərtidir. İndi görə sübut eləyə biləcəkmi? İndi biz bir misal həll eləməliyik. Bu misal nətər həll eləyəcək? Yəni ikinci vərəqat deyirəm deyəni bunu burada deməliyəm. İkinci misala başlayanda bunu əsas alacaq. İkinci misala bunu əsas alaraq başlayacaq. Tamam mı? Bunu əsas alacaq. Sonra yəni bunu sübut eləməmizi istəmirmi? n+1 halını. Biz də indi misala başlayanda misalın ilk addımı olaraq bunu götürəcəyik. Bax buyu. Sonra burada n gördüyümüz yerlərə +1 qoyaraq misalı hesablamağa davam edəcəyik. Aha. İndi f'in bərabərdir n kvadratı vurulsun f'n çıxaq 1 n çıxaq 1'in kvadratı toplansın 1 bölünsün nətər idi? 1 plus n, bəli. 1 plus n. Aha. Bərabərdir. Nəyə? Bərabər yoxdur, belə ox çəsimiz daha yaxşı olur. Aha. fn plus 1 bərabərdir. n plus 1'in kvadratı vurulsun fn bölünsün n'in kvadratı toplansın 1 bölünsün 2 plus n. Burada mən bilən anlaşıldı da bu niyə f'n, burada niyə n'in kvadratı oldu? Çünki +1 qoyduq, düzdürmü? +1 qoyanda n çıxaq 1'in üstə müsbət 1 gələndə nə olur? Müsbətlə mənfi bir-birini aparır, n qalır. Burada da gənə n çıxaq 1'də müsbət 1 qoyanda müsbətlə mənfi bir-birini aparır, n qalır. Burada da n'in 1 plus n də üstə gənə +1 gəldik. Burada 1'i 2 eləyir, çünki ikisi də müsbətdir. İndi bərabərdir. Baxın, biz indi burada f'ni açmalıyıq. Yəni biz f'ni əslində bir şeyə bərabər elədik burada. Bir şeyə bərabər elədik. Nəyə bərabər eləmişik? Nəyə bərabər eləmişik ikinci addımda? Buna. Tamam mı? Buna. Bax, buna bərabər eləmişik. İndi burada baş qarışa bilər ki, yəni bu f'n yox, n'dir yəni. Bu bir şey, yəni bir fərqi yoxdur. Yəni biz burada əsasən bax bu f'lərin indeksi ilə işləyirik. İndeksi lazımdır bizə. Tamam mı? Əsasən indeksi ilə işləyirik. Yəni bu f'lər başınızı qarışdırmaz. N bərabərdir. N kvadratı artıq nədirsə bu. İndi f'ni gördüyümüz yerə bunu yazacaq. İndi n plus 1 kvadratı nə idi bu? N'in kvadratı vurulsun nəyə? 1 toplansın 1 plus n bəli, düzdür. Toplansın 1 plus 1 bölünsün 1 plus n-ə. F'nin yerinə bunu yazdıq mı? Yazdıq. Bu bölünsün nəyə? Buna. Bu dəyişmir. N kvadratına. Sonra toplansın
1 bölünsün 2 plus n. Aha. Dəyişən bir şey oldu mu? Yox, sadəcə buradakı f-ni dəyişdi. 1 bölünsün 2n də bu 1 bölünsün 2 plus n. İndi burada nə olur? Burada bu n kvadratları bir-birini aparır. Aha. Nə qalır? Sadəcə bu toplansın, bu qalır. Düzdürmü? O zaman bərabərdir. N toplansın 1'in kvadratı vurulsun nəyə? 1 bölünsün 1 plus 1 toplansın 1 bölünsün n. Düzdürmü? Toplansın 1 toplansın n toplansın nəyə? 1 bölünsün 2 plus n. Belə bir şey aldıq mı? Ötözələk. İndi burada belə bir haqqımız var. Yəni belə bir şey eləyə bilirik. Bunu silə bilirik. Baxın, bunu silə bilirik. Çünki baxın, burada da dedim ki, bu şərt deyil. Yəni bunun olmağı, bunu yazmaq şərt deyil. Yəni bunu yazsaz da, yazandan sonra silsəz də bir şey dəyişmir və bir problem çıxmır. Çünki zaten misalın gedişatını başdakı bu və sondakı bu göstərir. Yəni açıq aydın bizə göstərir gedişat nətərdir. Yəni bu zaten artıqdır, yəni köməkçidir, belə deyim. Silə bilirik onu yəni. Lektorun özü də demişdi, yəni bunu, bu dəqiq bir məlumatdır. İndi bunu sildik. Bunu siləndə nə oldu? Bərabərdir. Yəni niyə sildik onu? Nədir? Yəni bu səbəbimiz nədir? Yəni niyə belə bir şeydir? Belə bir fikrə gəldik? Çünki bizim burada niyyətimiz nəticəyi bura bərabər eləməkdir. Baxın, bura bərabər eləməkdir. Bax, bu 3-cü addımda yazdığımız var, nə? Onu da davamlı geçiyor. Bax, bura bərabər eləməkdir nəticəyi. İndi bərabərdir. M plus 1'in kvadratı vurulsun 1 bölünsün 1 plus 1 toplansın 1 plus n. Bu da toplansın 1 bölünsün 2 n. Belə bir şey aldıq. Bu da bizim son nəticəmiz. Aha. İndi diqqətlə baxın bura. Bura diqqətlə baxın. İndi görək bura 3-cü addıma bərabər oldu mu? Bərabər oldu mu? Bəli, bərabərdir. Bir də baxaq. Bəli, bərabərdir. Sübut eləmiş olduq. Yəni bunun yazılma üsulu budur. Yəni əgər şualidir olsun, artıq nə imtahan olsun, final mı olsun, orada belə bir misal verib, bunun rekursiv algoritmasının kursora matematik induksiya metodundan sübut elə desə, belə bir şey eləmək lazımdır. Belə. Üsul eynidir. Yəni başda bunu deyim. Baxın, üsul eynidir, addımlar eynidir, yazılma formaları eynidir. Dəyişən şey burada verilən misal olacaq. Yəni ola bilər burada en aşağıda ola, yəni ola bilər burada biraz en üstü bir şey verə, başqa fərqli bir şeylər ola. Artıq burada sizin üçün fərqli olan oradakı misalı burada açmaq olacaq. Yəni sizi biraz zorlayan o ola bilər. Qalanı inşallah axıcı şəkildə özü gələcək.